Ağlınıza da gəlməzdi ki, bildiyimiz badımcandan belə ləzzətli salat alına. Yay, qış, hansı fəsildəsiz baxmayın, bu salatı mütləq hazırlayın. Hətta badımcan sevməyənlər belə bu salata biganə qala bilmir. Tumsuz badımcanı iri doğrayıb bol tuzluyuram. Sonra soyuq suda yaxalayıb aura kağız dəsmalda biraz quruduram ki, nişastaya batıranda badımcana yapışa bilsin. Hər tərəfli qarğıdalı nişastasına bulayıb günabaxan yağında qızardıram. Artıq yağı çəksin deyə qızaran kimi kağız dəsmalın üzərinə yığıram. Tərxun, reyhan, keşniş yuyub yaxşıca quruduram. Tək-tək yarpaqlayıram. Bütün göyərtilərə salatın sozundan da qatıb qarışdırıram. Sozunu biraz fərqli eləyirəm. Teriyaki, sweet chili, biraz da ev üsulu hazırlanan naşarabda qatıram. Mən qovrulmuş küncütü sozuna da vururam. Onu da qeyd edeyim ki, küncütü çiğ vurmuram. Qovururam ki, ləzzəti önə çıxsın. Qat-qat göyərtilər, badımcan, aralarına da çeri pomidorla salatı yığıram. İstənilən menü ilə harmonik olan bu salat badımcanın ən dadlı halı da deyə bilərəm. Daha çox reseptlər üçün səhifəmi izləməyi unutmayın.